Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında PlayStation'ın yeni il endirimləri ilə qarşınızdayım dostlar və 2500-3000 ədəd endirimdə oyunlar var. Bunların içərisində ən yaxşı endirimə düşən və populyar oyunları seçib sizlərə göstərəcəm dostlar. Çox uzatmadan keçək PlayStation Türkiyə səhifəmizə. Bu şəkildə bildiyiniz kimi biz PlayStation Türkiyə səhifəsindən baxırıq. Bizim kanalımızda kifayət qədər PlayStation oynayan və PlayStation sevər takipçilərimiz var və bunlar üçün də biz yeni endirimlərdən xəbərdar olmanızı istəyirik. Xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə videolardan xəbərdar olasınız və endirimləri qaçırmayasınız dostlar. Keçirik fürsətlər bölməsinə və bu şəkildə ekranda Ocaq endirimləri 75%, yəni bu ilin ən son endirimləridir dostlar. Fürsətlər bölməsinə, yəni yeni il endirimləri, bu ilin ən son endirimləridir. Qeyd edim ki, bu oyunlar, endirimlər gələn ayın, yəni yanvar ayının 7-sinə kimi keçərlidir. Yəni bu şəkildə sizlərə qeyd eləyək. Və Ocaq endirimlərinə davam eləyək və bütün oyunlara baxıb sizlərə burada ən çox endirimə düşmüş oyunları göstərim. İlk sırada təbii ki FC26 türkçə spikerli, bu il bildiyiniz kimi türkçə spikerli gəlib. Həm PlayStation 4, həm PlayStation 5, həm də PlayStation 5 Pro dəstəkləyir. Bu şəkildə 60% endirimə düşüb, yəni ən aşağı qiyməti olub hələ ki FC26-nın. Yəni bizim gözləndiyimizə görə hər ildə FC26 çıxdıqdan sonra 3 aydan bir, 2 aydan bir hər dəfə hissə düşür endirimə. Həm bu qiymətdən də alına bilər. Gözləmək istəməyən dostlarımız varsa, amma 60% endirimə yaxşı düşübdür. Bu şəkildə gördüyünüz kimi oyun 1 nəfərdən 4 nəfərə kimi yan-yana oyun dəstəkləyir. Bir digər oyunumuz isə Forza Horizon'dur. Bu bildiyiniz kimi PlayStation'a gəldikdən sonra olduqca populyar oyundur. Yəni ki, əvvəllər Xbox və Counter dəstəkləyirdi, sonra PlayStation 5-ə gəlib. Standart versiyası 40% endirimdədir. Həmçinin bunun Ultimate versiyası da var. Çox adam soruşur bunun Ultimate versiyasından standartın və yaxud da Premium versiyasının fərqi nədir? Premium versiyasındakı bu şəkildə 40% endirimdədir. Premium versiyasının içərisində gördüyünüz kimi maşın pəkləri, yəni əlavə maşınlar verir. Forza Horizon VIP üyeliyi, baxın gördüyünüz kimi Forza Horizon Car Pass, yəni əlavə maşınlar verir. Standart versiyasında Forza Horizon oyunun tam özüdür. Arasındakı qiymət fərqi bu şəkildədir. Bir digər endirimimiz isə əslində buna endirim demək olmaz. Sadəcə 30% yenə də bahadır. Bəzi oyunlar bildiyiniz kimi endirimdə ola-ola yenə baha gəlib çıxır. Yəni endirimə ola-ola endirim demək olmaz o oyuna. Battlefield 6 çox sual gəldi ki, yəni mənə çox suallar gəlir Battlefield 6 haqqında. Endirimə nə vaxt düşəcək və qiyməti nə qədərdir? Olduqca təzə çıxmış oyundur. Düzdür, qrafikası falan mənim xoşuma gəlir şəxsən. Yəni bu şəkildə 30% endirimə düşübdür. Baxın gördüyünüz kimi oyun sırf PlayStation 5 dəstəkləyir, PlayStation 4 istifadəçiləri oyunu yükləyib oynaya bilmir. Təəssüf ki 2030 TL olub, yəni sadəcə 30% düşüb qiyməti. Əgər Battlefield 6 almaq istəyənlər, yenə də mənim fikrimcə gözləmək olar. Endirimə biraz daha düşsün, amma yenə də bu qiymətə 30%-ə düşübdür dostlar. Bir digər endirim isə NBA 2026 reytingi nədənsə aşağı gəlib. Açıqcası mən bu oyunu oynamamışam, amma NBA sevənlər, basketbol oyunu sevənlər bu endirimdən yararlana bilər. 60% endirimdədir. Köhnə qiymətindən 60% endirimdədir. Oyun sırf PlayStation 5 dəstəkləyir, PlayStation 4 dəstəkləmir. Təəssüflər olsun ki, sırf PlayStation 5 dəstəkləyir. Oyun yan-yana da oynanılır. Bu şəkildə gördüyünüz kimi 60% endirimdədir. Bu qeyd edeyim ki, Super Edition versiyasıdır, həmçinin standart versiyası da endirimdədir. Almaq istəyənlər standart versiyasını da ala bilər. Endirimlərimizin bir digəri də GTA 5 Premium-a olubdur. Bu bildiyiniz kimi PlayStation 4 versiyasıdır. Standart və Premium versiyası var bunun. Premium versiyasında əlavə içərisində pul paketləri olur. Baxın gördüyünüz kimi həmçinin PlayStation 5 versiyası endirimi. Baxmayaraq ki GTA 5-in qiyməti qalxıbdır dostlar. Endirimdə ola-ola yenə mənim üçün şəxsi fikrim bahadır. Amma 58% endirimdə almaq istəyənlər bundan da yararlanır. Bir digər endirimimiz isə növbəti RDR2 standart versiyası. Bunun da qiymətini qaldırıblar dostlar. Yəni əvvəlcən bildiyiniz kimi bundan hardasa təxmini 7-8 ay bundan əvvəl RDR GTA 5 daha ucuz idi. Bu şəkildə 75% endirimə düşüb. 75% endirimə düşə-düşə, yəni yenə bu qiymətədir. Mənim fikrimcə yenə bahadır, amma
Bu standart versiyasıdır. Bunu almaq istəyənlər 75% endirimdədir, yəni yararlana bilər. Oyun PlayStation 4 versiyası dəstəkləyir. PlayStation 5-də də alıb oynayanlar var. Dostlar, növbəti endirimim isə Spider-Man 2 çox gözlənilən oyunlar biridir, yəni endirimə düşməyin. Bildiyiniz kimi Spider-Man seriyasında bu imenli bu Spider-Man 2 seriyası tez-tez endirimə düşmür. Oyun 50% endirimə düşüb. 50% endirimə düşə-düşə yenə də bahadır, amma təzə çıxmış Spider-Man oynamaq istəyənlər yarı-yarıya qiymət fərqi eləyir. Yəni tez-tez endirimə düşən oyun deyil. Oyun PlayStation 5, PlayStation 5 Pro dəstəkləyir, PlayStation 4 dəstəkləmir. Yəni burada da gördüyünüz kimi artıq PlayStation 4-ə vidalaşma kimi bir sinyaldır bu. Təzə çıxan oyunlar gördüyünüz kimi ancaq PlayStation 5-ə çıxır. Növbəti oyunumuz isə çox super endirimlərdən biri də budur dostlar. Həqiqətən bu endirimlərin içində ən bəyəndiyim bu oldu. UFC 5 standart versiyası, həmçinin Ultimate versiyası da var. Birazdan onu da göstərəcəm. UFC sevənlər, yəni qaydasız döyüş sevənlər PlayStation 5-də bu qiymətdən yararlana bilər. 85% endirimdədir dostlar. Bu baxın gördüyünüz kimi 2900 TL-dən 85% endirimə düşüb. Oyun PlayStation 5 standart və PlayStation 5 Pro dəstəkləyir. PlayStation 4-də təəssüflər olsun ki, alıb oynamaq olur. Oyun yan-yana bir nəfərdən 2 nəfərə kimi oynamaq olur. Baxın gördüyünüz kimi burada qeyd olunub. Həmçinin oyunun burada deməli sadəcə standart versiyası var. Ultimate versiyası yoxdur dostlar. Standart versiyası 85% endirimə düşüb. Həqiqətən diskləri də çox bahadır bu oyunun. Yəni ki, bu qiymət məncə inanmıram ki, bu qiymətdən bir də aşağı düşər. Yəni bundan aşağı qiymətə olmayıb UFC. Bunu da ki, UFC sevənlər alış eləyib oynaya bilər. Biz hər ayda olduğu kimi Mortal Kombat 11 düzdür. Bu ay biraz aşağı gec-gec endirimə düşmüşdü. Əgər Mortal Kombat sevirsinizsə, bu şəkildə 90% endirimdən sadəcə 34.90-a, yəni ki, qəpik quruşa demək olar bu oyun əldə etmək istəyənlər oyunu əldə edə bilər. Həmçinin bunun Ultimate versiyası da var, yəni ki, Ultimate paketə yüksəltmək olur. Bu şəkildə oyun həm PlayStation 4, PlayStation 5 dəstəkləyir. Endirimi də 90%-dir. Növbəti oyunumuz isə The Crash Motoverse seriyasıdır. Dostlar, bu The Crash Motoverse-in Forza'dan falan fərqi nədir? Buna tək maşın deyil, yəni oynadığıma görə deyirəm. Həm maşın, həm gəmi, həm botlar kimi belə xüsusi oynanış tərzi var. Oynamaq istəyənlər bunu YouTube-da videosuna baxa bilər. Bu şəkildə bu PlayStation 4 versiyasıdır, PlayStation 5 versiyasıdır. Endirimlədir, 80% endirimlədir. Çox super oyunu. Bildiyiniz kimi Forza gəldikdən sonra bu Crash kimi Motoverse oyunların belə deyək dostlar, alışı çox zəiflədiyinə görə belə tez-tez endirimlər olur və yüksək şəkildə endirimlər olur. Yəni almaq istəyənlər yararlana bilər. Həqiqətən super qiymətə düşüb, 80% endirimdədir. Həmçinin də ki, oyunun PlayStation 5 versiyası da endirimdədir. İki tərəflisi olan Deluxe versiyası. Burada baxın göstərək sizə PlayStation 5 versiyasını. Bunun ana səhifəsinə gələk. PlayStation 4 və 5 versiyası, iki tərəfli versiyası da 80% endirimdə, hər ikisi də 80% endirimdədir. Növbəti oyunumuz yenə Mortal Kombat seriyası olacaq. Mortal Kombat 1, yəni Mortal Kombat'ın təzə çıxan versiyası, ən axırıncı. PlayStation 5 və PlayStation 5 Pro dəstəkləyir. PlayStation 5 standartda da təbii ki oynamaq olur. Bu şəkildə 80% endirimə düşür. Çox super endirimə düşüb dostlar. Yəni PlayStation 5-də yüksək qrafikalı Mortal Kombat oynamaq istəyirsinizsə, təbii ki bunu oynayanlar daha yaxşı bilir. Bunu əldə edə bilərsiniz. Həmçinin Mortal Kombat 11 də var, amma bunu da seçib oynaya bilərsiniz. Oyun bu da yan-yana oynamaq olur. Yəni 80% endirimli oyunları mütləq şəkildə almaq olar dostlar. Çünki 80%, 90% olan oyunlar daha effektiv olur. Yəni ki, qiymət baxımından daha effektiv. Əsas endirimlərimiz bu şəkildə idi. Qeyd edeyim ki, burada çox oyunlar var. Siz bu səhifəyə daxil olaraq buradan bir-bir oyunlara baxa bilərsiniz. Təbii ki, oyunlar çoxdur. Mən əsas ən çox endirimə düşən oyunları sizlər üçün burada göstərdim. Yəni ki, endirimə düşməyə gözlənilən oyunlar. Qeyd edeyim ki, əgər bu oyunları şəxsi hesabınıza almaq istəyirsinizsə, yeni il endirimlərindən faydalanmaq istəyirsinizsə, Türkiyə hesabı yaratmaq kimi xidmətlərimizdən yararlanmaq istəyirsinizsə, xahiş edirəm bu kanalın açıqlamalar bölməsində bizim Instagram adresimiz var. Oradan bizə müraciət eləyə bilərsiniz. Həmçinin hər iki Instagram adresimiz də açıqdır. WhatsApp nömrəmiz də aktiv dostlar. Sadəcə xidmət üçün müraciət edin. Xahiş edirəm. Yəni burada ödənişli xidmətlərdir, amma çox cüzi ödənişlərlə sizlərin PlayStation-ə rəsmi şəkildə çox ucuzdan bu oyunları ala bilərik dostlar. Yəni ki, Türkiyə hesabı yaradılması və ödənişlər olunması, PlayStation Plus abunəliklərinin alınması, bu oyunları endirimli bir şəkildə almaq istəyirsə bizə müraciət eləyə bilərsiniz. Təqdim etdiyi Fikirli kanalı.